1 bölünsün dövrdə A, yəni 9-da A deməkdir, saf dövr onluq kəsirdir. Üstə gəlsin 1 bölünsün dövrdə B, 9-da B da saf dövr onluq kəsirdir. Bərabərdir 45 bölünsün 6 olarsa, AB bölünsün A plus B ifadəsinin qiymətini tapın. Burada 1 bölünsün 9-da A, 9-da A-nın tərsidir. Yəni biz A-da 9 olaraq yazaq. Üstə gəlinsin 1 bölü 9-da B, 9-da B-nin tərsi B-də 9 bərabərdir 6-da 45. İfadəni sadələşdirib ortaq məxrəcə gətirək. AB birinci kəsrə tərəfindən B-yə, ikincini isə A-ya vursaq. Deməli 9B üstə gəlinsin 9A sürətdə alaraq bərabərdir 6-da 45. Sürətdəki ifadələrin ədədlərin hər birini 9-a bölsək, burada 5 qalar. Deməli B üstə gəlinsin A və yaxud da A üstə gəl B yazın. Məxrəcdə AB bərabərdir 6-da 5. Bizdən isə AB bölünsün A plus B tələb olunur. Yəni bunun tərsi də olacaq 5-də 6. 5-də 6-nı da onluq kəsirlə ifadə etsək, 6-nı 5-ə böldükdə 1,2 düşür.